11 yaşlı İranlı oğlan ABŞ, İsrail və İran arasında son toqquşmalar zamanı həlak olub. O, ölüm zamanı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarət buraxılış məntəqəsində olub. Bu barədə İran International, İran mediasına və hüquq müdafiə təşkilatlarına istinadən məlumat yayıb. 5-ci sinif şagirdi Əli Riza Cəfəri rəsmi məlumatlara görə pilotsuz uçuş aparatının hücumu nəticəsində həlak olub. Bəsic müəllimlər təşkilatı onun obyekt üzrə növbə zamanı öldüyünü təsdiqləyib. Bundan əvvəl İranda hərbi xidmət qaydalarında dəyişiklik edildiyi bildirilmişdi. Çağırış üçün minimum yaş həddi 12-yə endirilib. Əl Arabiya telekanalının məlumatına görə bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini Rəhim Nədali bəyanatla çıxış edib. Məmur 12 və 13 yaşlı yeniyetmələri könüllü şəkildə silahlı qüvvələrin sıralarına qoşulmağa çağırıb. Telekanalın məlumatına əsasən 12 yaşdan yuxarı uşaqlar müxtəlif tapşırıqların icrasına cəlb olunur. O cümlədən kəşfiyyat fəaliyyəti, operativ patrul xidməti, bəsicin nəzarət buraxılış məntəqələrində xidmət, hərbiçilər üçün yemək hazırlanması, yaralı əskərlərə qulluq və digər yardımçı işlər. Əl Arabiya xüsusilə vurğulayır ki, İran hakimiyyətinin bu qərarı uşaqların hərbi əməliyyatlarda iştirakını qadağan edən beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil edir.